Novruz sözü ən birinci bilmək lazımdır ki, söz Neyruz sözündəndir. Neyruz. Ney yeni deməkdir. Ruz da gün deməkdir. Yəni yeni gün. Neyruz yəni yeni gün. O da təzim eləyənlərin bayramıdır. Və doğru olan da budur. Doğru olan budur. Doğru olan budur ki, onlar bu odla bağlı olan, oda olan xüsusi pərəstişin bayramıdır. Və heç bir kitaba dayanmayan səmavi, kitaba dayanmayan zərduşların bayramı deyə qeyd olunub bəzi tarixçilər tərəfindən. Və onlar özlərindən Zərduş deyə peyğəmbər ixtira ediblər. Halbuki belə peyğəmbər yoxdur. Allah subhanahu wa ta'ala öz kitabında, Quranında və Rasulü Muhammed sallallahu aleyhi və səlləm öz sünnətində bizə peyğəmbərlərdən bizə lazım olanı, bizə ibrət olaraq yetənlərin adını demişdi. Od qalanır. Və insanlar odun ətrafında toplanır. Ətrafında toplanır odun. Yəni oda baxırlar, təzim edirlər odu. Kimsən əsasında atma oraya işinə. Qıraqladır onu. Tüfürmə oda. Ağırlığa mühüm. Sonra sönsün də hələ yanmış. Yanır hələ. Söndürək taplanacaqlar. Yandırırlar və ona təzim edirlər. Və hamı yığışır ona baxır. Uşaqlı böyülü. Və sonra o biraz sönər yavaş-yavaş. Sönəndə başlayırlar üstündən hoplamağa. Və atlanan zaman nə deyirlər? Gələnlə qədər tapşırırlar bütün məsələləri oda. Deyirlər, ay od, ağırlığın, uğurluğun, nə bilim, nəyin var, hamısını sənə veririk. Saxla, bizə toxunmasın zərər. Sən qoru bizi. Bütün şeylər hamısı odda qalsın, yansın bu il. Bu, Allahdan dua edib istəməkdən gedib oddan öz ağırlığını, bəlasını, pis işləri ondan qurtarmaq üçün oda bir növ sitayiş eləyir. Və həmçinin burada olan pis əməllərdən biri qapı pusmaq. Qapı pusmaq olmaz. Cəmaatın evinə qulaq asmaq olmaz. Bir kişi, Allah Resulü sallallahu aleyhi və səlləm görür ki, bir kişi ədəb-i müfradda gəlib. Bir adamın evinə belə boylanır, baxır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, əgər yanında olsaydım, sənin gözlərini çıxardardın. Olmaz. Kimisə evin görərsən, kimisə övrətin görərsən, anasını görərsən, bacısını görərsən və kimisə əri ilə, uşağı ilə söhbətini eşidərsən. Olmaz qulaq asmaq. Həmçinin batil şeylərindən qadınların yığışı fala baxması. Qadınlar yığışı fala baxır. Otururlar fala baxırlar. Sən ərə gedəcəksən, sən qalasın evdə. Yəni, bir illik məsələ həll edirlər həmin gecə. Bu batildir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim kahinin yanına və ya arrafın yanına getsə, yəni xəbər verən, fala baxanın yanına getsə, Allah subhanət hala gedənin üçün namazını qəbul eləməz. Gedənin 40 gün namazı qəbul olmursa, bu işlə məşğul olan hal necədir? Amma o gedənin var ha, namazı qəbul olması da qılır. Və bəzi alimlər bu fala baxmağı, qeybdən xəbər verməyi dindən çıxardan məsələlərdən gətiriblər. Bu barədə bəzi firqələrin və bəzi cəmaatların uydurduğu rəvayətləri var. Və o rəvayətləri Əhl-i Beytə nisbət eləməkləri var. Onlar hamısı batildir. Onlardan bəziləri İmam Cəfər Sadiqdən, rahiməhullahdan rəvayət edirlər ki, güya İmam Cəfər Sadiq rahiməhullah deyib ki, Novruzda Novruz namazı var 2 rükət. Deyirlər və cəmaat, bəli. Deyirlər Novruzda Novruz namazı var. Vallahi Novruz namazı yoxdur.